Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Uzun fasilədən sonra Əvəzedicilər Liqası davam edir. Heyətlərlə tanış olaq, başlayaq. Meydan sahiblərindən Neftçidə qapını 96 Nicat Qaragözlü qoruyur, 67 komandanın kapitanı Faris Xeyrullayev, 35 Fərid Səfərli, 68 Nurlan Musayev, 80 Aslan Şirinov, 39 Fərhad Fərhadlı və Qarabağ 2, 67 Teymur Həsənov, 42 Mahmud Ağayev, 80 Bəhruz Qurbanlı, 33 komandanın kapitanı Uğur Səfərov, 91 Elton Mikailov, 93 Əşrəf Ələkbərli, 74 Səbuhi Niftiyev. Topun yanında Vüsal Kərimovdur. Fit səsləndi və maç başladı. Uğurlar Neftçi. Nicat Qaragözlüdən dərhal irəli ötürmə. Top Neftçidə, solcaqda Həsən Mahmudovla hücumumuz ötürmə Nihad istiqamətində dəqiq alınmadı, amma orada səhvə yol verirlər. Nihad Əliyev topu götürdü cərmə meydançasında. Nihad Əliyev! Top qapıdan aralı keçir. Sağ cənahdan hücumumuzu izləyək. Aslan Şirinov, Aslan cərmə meydançasındadır. Aslan, orada mane olurlar. Bir Şahbazdan ötürmə, başla zərbə Nihaddan alınmadı, uzaqlaşdırırlar topu. Yox, alt yerinə yetirilmir və birinci hissə başa çatır. İkinciden zərbə yerinə yetirilir, ötürmə, gol! Gol! Məhəmməd Məmmədli! 51-ci dəqiqədə hesab açır Neftçi. Ardıcıl hücumlar ikinci hissəyə sürətli başladı. Komandamız və kornerdən sonra başla topu qapıdan keçirir Məhəmməd Məmmədli. Orada Girverin dərhal gəldilər və Məhəmmədin başla zərbəsi dəqiq alınır. Muradla mübarizə apardı, aldı topu. Nihad Əliyev irəlilədi. Nihad Əliyev ötürmə cərmə meydançasına keçmədi. Ömər Nəsibovladı top. Saxlamaq lazımdı topu. Fərid Səfərli. Fəriddən ötürmə cərmə meydançasına. Orada zərbə olacaqmı Nihad? Ömər Qurbanov və 2-0. Ömər Qurbanov. 92 nömrəli futbolçu 92-ci dəqiqədə. Artıq 93-də hesabı 2-0 edir. Ömər Qurbanovun vurduğu qolla Qarabağlı oyunda artıq 2 top fərqi ilə irəlidəyik. Nihad başla ötürdü topu və Ömər qapıçının ayaqları arasından topu qapıya göndərir. Elişanlı baxdı qapı qarşısına, ötürmə cərmə meydançasına uzaqlaşdırırıq topu və bu da maçın final fiti. Əvəzedicilər Liqasında mövsümün ikinci yarısı. Yaxşı başladı komandamız üçün, qələbə ilə başladı.